Aynen çok sağ olun. Bugün qapını bizim üzümüze açdınız. Biz siz analara çok borcluyuz. Çünkü siz talip kimi oğulları böyütdünüz. Talip kimi oğullar bizim zəfər tariximizi yazdı. Əllərinizdən öpürük əziz ana. Xatırladaq ki, bu ailədə 5 oğul övladı böyüyüb və talih bu evin, bu oğlanların həm böyük qardaşları, həm də ataları olub. Talih şəhidlik zirvəsinə ucalanda evin 3-cü oğlu deyir ki, ana, biz təkcə qardaşımızı yox, həm də atamızı itirdik. Allah sizə səbir versin. Xəbərtime.az və Ümid Xeyriyyə Cəmiyyəti adından sizə məğrur ana diplomunu veririk və şəhidin güşəsinin bir tərəfində bu bizim fəxri fərmanımızı inşallah saxlayasınızsa bizə də xoş olar. Çox sağ olun, var olun, əziz anam, ağlamayın. Allah sizlərə səbir versin. Allah köməyiniz olsun. Siz ki bizim bu şəhidləri hər yerdə canlandırırsınız. Alırsınız. Sağ olun. Allah sizlərə deyilməsin. Sağ olun.